Hamıya salamlar dostlar. Azər Gamer kanalına xoş gəlmisiniz. Bugün Granny Revamp oynayırıq mobil versiyonu. Bunun elə ki kompüter versiyonunda Granny Receptor'dır adı. Amma mobil versiyonunda Revamp'dır. Burada nə olur? Dədə evə falan Granny'nin birinci evi var axı. Dədə o evə gəlir. Yəni belə ekstra ayarlar falan var. Belə şeylər yəni. Nəysə başlayaq. İndi impossible mod var. Onu heç dəyməyəcəm çünki karakterlər çox tez olurlar nəysə. İndi elə ki klasika ataq buradan. Mom speederi yığışdıracağım çünki istəmirəm ki evdə o kanalizasiya var axı aşağıda. Orada yaratıq olmasın da onu da bağlaya bilərik. Məsələn, mahnını nə edək? Yəni İndi Granny Tvo qoydum buradan. Bilməm Granny Tvo hansıdır. Nəysə başlayaq. Qrafiklər son qrafikdədir. Nəysə başlayırıq. Dədənin silahı da var. Unutmayaq. Bizi uzaqdan zərbələrlə vura bilər. Onu da unutmayaq. Nəysə. Başlayırıq indi. D1. Hər şey normaldır. Yəni bu video qəşəng bir like gəlsə, Granny Legend adlı oyun oynayacağıq. Amma yaxşı bir like gəlsə də. Nəysə kitab ilk başdan burada çıxdı. Nə qəşəng. Nənə. Nənə. Can nənə. Nənə gəldi, dirəndi burayı. Granny geçsin. Ay küçüğü ya. Oy gəlir. Dəli xala gəlir. Yerdə Granny 40 saatdır burada yox. Granny də tez getmir. Mamına bak. Veya Michael Jackson'dı ikisi də. Nətər gəlirlər. Michael Jackson sıfatlar. Bu arada Granny Michael Jackson'dı. Unutmayın. Salam nənə. Necəsən canım başın? Qolun ranın ağrımır. Hə? Geç. Hə?
Bunda tulla oyna. Oyda. Gördüyünüz kimi ekstra. Bu da Tweety-ısa bir dənə silah var idi axı. Qururduq. Ondandır. Neyse yavaşça. Gələ burada səs çıxardı. Tez. Buradan gələk. Buradan gedək. Burada gəlmirək. Yox. Səs çıxardıq. Qapıdan qaçmağa çalışacaq dostlar. Burada da səs çıxartdım. Nənə, can nənə. Unutmayaq, Cəngavər dədəmizin əlində silah var. Burada pompalı deyil. Gəl. Nənə, gəl. Nənə, gəl. Nənəş. Anamsı. Ay Allah. Nənə bizə bir kuruk yaptı. Neyse. Heç keyfimizi pozmayaq. Devam edik. Keyfimizi pozmayaq. Bu nədir? Normalda gün 2-dən üzümüz belə olmamalıdır. Bax. Qanlı fason qalıb üzümüz. Deyir 2-dən olmamalıdır əslində. Dədə. Qırdı orayı. Xainçılıqdır dədə. Sənin nə işin var yuxarıda? Yəni dədə, sənin nə zəhrimarın var burada? Deyib üçə çatdığı indidən. Oyda. Neyse. Heç keyfimizi pozmayaq. Heç keyfimizi pozmayaq. Özümüzü toparlayacağıq. Oha. Oha, bura nətər gəldim mən?
Gör. Ne vurdum. Of. Oy bu ne da? Biabırçılıq. Oy bezmişim. Bura qapan bırakmam sana. Yox. Ora qapan bıraxanda dostlar buqa düşürsən tökülməsədir. Hələ çıxar. Ay sənin nə? Hələ gəlmə üstümə. Hələ qorxuram sifətin turşuyub sən. Gəlmə üstümə. Biri. Oy də vurmuşdu ya. Oy də. Oy vurmuşdu. Of. Oy ürəyim ağzıma gəldi ya. Şunun. Kaç. Allah. Burada. Qapan qoymazlar da. Gəl bura. Oy dədə burada. Ay sənin dədə ha. Dədə getdə nə olar? Dədə get. Oy dədə gedir. Onu. Görkər salındı oradan. Gördüyüm mən. Gəl. Vurmadı. Ay, ne oldu? Ay, ne oldu? Ay, diqqətli oynayamıram dostlar. Ondandır. Ne oldu? Güya zarafat eləyəcəkdim. Tutdu. Özü elə tutdu ki. Divarın içində tutdu məni. Qucu elədi. Qrəniz yerli olmuş buradadır. Sağlı Yerovana. Bir təpdir oyna. Çürümüş sıfat. Başında yiyeyim. Nətərsən? Elə sıxırsan. Sıxma. Bax gəl adam kimi danışaq. Bax kişiyə sıxa. Bax adam kimi. Bax kişiyə sıxar elə.
2 kişiyə sıxmaz. Tüs sənin təpəvə. Ana, oy, sönük. Sökül oyna. Sökül Kur'an'ı. Rejik ağzıma. Üç tane. Bile. Başım xarab oldu ya. Orada da. Dede bura gelmeyəsən. Yox, dede gelmedi bura. Allah'a şükür. Allah'a şükür, dua edirəm. Gəlir dede bu arada. Qran da buradadır və qaçırıq. Qaç. Bunlara fake atdıq. Buranı örtürük. Buranda. Buranda. Qaç. Qaç. Türkiz, Türkiz. Bu ne hemşe? Oradan tam uyollah. Da her yere sıxır ya. Asıq. Bildin mi? Vurmuşdu. Gədəbəy kartofu sıfat. Yuxarıdakı açarı götürməyə. Bu nə tər qapanı qoymadı? Mən başım çıxmır. O örümcəyin açarın. Nə? 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 Yox, ya. Oo. Yəni deyirəm ki, qardaş, siz mənə bulaşın. Gel. Gözünüzden görünür ki hayatı bağışlayabilirsiniz. Kim bağışlıyor ki? Siz bağışlayarsınız. Hayata karşı amansız olsa geleceğin özellikle sevilmez. Gel de. Uy.
ağlatmaq istəmirəm. Sən də Hayır qardaşım, Fake atdıq, fake. Qardaşım, həmişə qardaşım olaraq qalacaq. Mən icazə verəm. Keçmiş söhbətlərə qayıtmıram. Rəhmətli qardaşımın arvadı kimi sənə bundan sonra da hörmət edəcəm. Sən Fəlalənin özündən danış. Niyə o olacaq görsənmiş? Ama onu siz dağıtmışam. O sizin olacaq. Gəlmə, O məzəlləşmə olacaq. gəlmə. Niyə səbəşir? Əksinə çox xoşbəxt olacaq. Lalə, yanınıza Ey, canım ayaq, ayaq. Lalə. Dəbiş sıfat. Oy, ay sizim. Ay benim balam. Hoş gelmişsin. İndi dostlar, buradan açdıq buranı. Sen Yallah, qıçımızı da qırdıq burada. Aa, oy, buradan nə çıxdı? Bir də shotgun'ı. Buradan bir də shotgun'ı götürə bilsəm. Bax. Oldu ha bunu. Ay sənin üçün. Neyse. Xatirələrdə qalmısan, hə xan. Hayda. Gördüyünüz kimi burada örümcək falan yoxdur. Örümcəyi bağlamaq olur bu oyunda. Hoppa, buranı da açdıq. Burada baxaq tay. kadınların boşanıp aile kurup sonra geçmiş evlerine tanıdığını işitmezsen Oyda. Silahın parçaları. Bir dəqiqə. Burada baxaq. O nə çıxdı gör. Buradan getməyəcəm olsa. Buradan çıxacam. Ən yaxşısı çıxış burada. maaşını alır. Şimdi bizi tanımırsan sen benim gelinimsin. Bundan sonra da ben olacağım. Fuse o balaca evin açarı çıxa bilər. O yüzden təxmin eləyirəm də buradan çıxa bilər. Yox, çıxmadı. Cərə çıxsın, cəhənnəmə çıxsın. Ağırandı. Bax, burada özümü təhlükəyə atmaq istəmirəm çox da. Amma axlıma gəlir ki, bax bunlardan biri ola bilər. Bax 100% 2-dir. 2 deyə bilərəm. Bax 2. Oy. Bax bildim də 2-dir. Öyle də bilərdim. Neyse, burada ne var baxaq bir dənə. Burada baxaq taciri. Burada da silah parçası lazım deyil usta. Sağ olsun dədə də qapanların hamısında gömürürük. Aslında parağa ne de shotgun parçası. Güzel. İçeri geç. Sorulmuşsun. Neredesin benden? Sen de onların halini Aha, gözlə girsin. Ay sənin üçün ya. Oy. Granny'den kaçtık. Ha, dede de bura gəl.
da aşağı gitsin. Bacımı təqdir edirlər. Deyirlər bağlamasının səbəbi Rusiyada pis işlər danışıq olmasıdır. Mən də düzmədim, daxil edim. Sen bunu eşitmeyeni isteyebilir misin? Ve senin anan unutma. Ben bu mahallede yaşamayacağım. Göçüp gideceğim. Uşak evde eşitliğiyle danışır. Onların validelerinin hem biri hem de derdi vardır. Para gideceksin. Bu ne demek? Harda deyə bu? Eyvallah oğlum var. Baba, buradadır, tuturam bura. Götürmür axı. Ben artık sakit yaşarım. Sırtıqdır, nağarım. Özün terk yaşamak istiyorsan Nağarım mən, nağarım. Git ceynimi bana. Sənin əlində qalacaq. Eğer her şeyi yeniden başlamasın. Bax, burada qapan ola bilər. Ona görə ora girmirəm. Bug var çünki orada türkü məsələ. Bax da. Girirsən ora qapanı tərs atır axı. Qrani. Girirsən ora qapan tutulursan. Evli maşın getmir. Üzür. Oy. Girdim bura. Ürəyim boğazıma gəlmişdi ya. Dostlar biraz videonu kəsəcəm. Çox uzun olacaq videoyu. Biraz kəsim, Allah haqqı hilə falan eləmirəm ha. Elə siz hilə edirəm. Hə dostlar, devam edirik. İndi bu oradakı quyunun qulpunu aparırıq. Quyunun qulpu. Qulpunu taxırıq. Baxın, baq eləyirəm dostlar. Əlimi də vurmam. Bax, telefonu qoymuşam olduğu yerə. Bax, özü çevirir. Əlimi zadını da vurmam. Neyse, qarpız çıxdı buradan. O, Sabirabad qarpızdır özü. Neyse, kəskiz. Oy, mavi açar çıxdı qəşəng. Getdi qapının bir kilidini də açmağa. Nətərsən Qrani xala? Ama hoşbehtliği mağazada sakın. O bebek insan hoşbehtliği. Kişilərin də xoşbəxt olmağa haqqı var. Hı? Bu da qismətdə yoxsa. Gedir bu. Özünüzü nəzərdə tutursunuz. Yox, ümumiyyətlə hamı. Mən işdən qorxsaz da sizə bir söz deyəcəm. Nə diyeceksiniz? Dədəni ölümünə yolladıq. Dədə, nənə də gəlir. Yallah! Dədə, nənə ayaqüstü öldü. Hoppa! Bezini vurmadım orada. Bezini vursaydım patlayardı. Mən nişancılığım yaxşıdır. Bursa yollamını bırak. Təhlükəli yer atdım mən də onu. Bir dəqiqə. Bu arada dədə ilə nənə. Dədə ilə nənə çox tez ayrılır. O birisi oyundakı kimi böyürür. Evet, sənin. Heh. Tezcə ayrılırlar. Bence evlenmeyi niyetiniz. Yəni. Nece hazır? Gəl. Yəni dostlar, video çox uzun olacaq. Ona görə də arada kəsməliyəm də videonu.
Bax burada yazırmış, görməmişəm. 40 dəfə keçmişəm. Bana öz keçsin. Bunu da atmışam, bura qalıb. Burada da bu var. Bursa bu mənim işimə yaramayacaq. 100% qayıtsdan falan çıxacaq. Sənin ölümün yaman yandırır bizi. Yandırır yaman yandırır bizi. Gəlin də gəldiyində gəlmişsiniz. Dədə şey bağçadadır. Dədə. Sənin ürəyin getdi. Ürəyim getdi dostlar. Tərlədim qorxudan. Ver bunu. Sen işlənmirsən. Tərbiyəsiz. Bir dəqiqə, bunu ver. Dədə, səni öldürəcəm. Nasıl öldürmüşəm, amma aylaqsan da birazdan. Neyse, buradan gedirik. Tez, gəl buradan. Burada da silahımız var, onu demirəm. Hoppa. Vurduq bunu tay. Buradan bu çıxdı ya. Bir abırçılıq. Taxdıq bunu. Bir 2 saniyə veririk çıxmaq üçün. Dostlar, video kəsirəm birazda. Çox uzun olacaq, həddindən artıq. İndi dostlar, devam edirik. Bunu da aparaq. Qırmızı. Getdim Atvirka'nın o yaratıq tərəfdən açdım kanalizasiyaya da. Oradan şuruplu yeri. Oradan maşına ait bir şey çıxdı. Yəni qapıya aiddir. Tay bildim ki buradadır dəqiqən. Baxın və buradadır. Aşağıda
bacım. Bak böyle. Ah. Ana, sen niye yemeği yemesen? Sen yok mu? Və Atan yemeğe kadar. Aç değilsen, niyə qaçamırıq? yoksa Eee, yemeği yemek ister misin? Yemek yiyorsun. dəqiqə. Ben dönüyende biraz yaşlı olurum. Yox. Dostlar, qaçanmadıq. Ah! Benim babam beni sabahtan beri Qapdan qaçılmır. Bu oyunda qapdan qaçılmır. Yox, dədə vursun məni. Dədəni istəyirəm. Dədə gəl məni vur da nə olar. İlk dəfə dədə məni vurması üçün istəyirəm. Granny burada öldürək. ben senin anlamda Onsa dədə gələcək. Eskiden başka bir demek istiyordum. Atam benim atamdı. Gəl. Yaşasıyken biraz yaşlıdır. Gösterimi peşenledim. Kişi kişini arxadan vurmaz. Gəl. Hesaplar da bunu bilmeyi, Gəl. Öldür məni. Öldür məni. Öldür məni. Bey, sən silahın yox imiş ki. Gəl. Vur. Ay sağ ol. Öldüm. Qapıdan. Qapıdan qaçanmadıq. Aha, Granny məni yeyəcək. benim olsun anacığım. Bismillah. Dostlar, qorxa bilərsiniz. Gözünüzü qapadın. Heç hazır olmayın. Öldü. Öldü. Öldür Fat. Neyse. Dostlar, bugün Granny Revamp oynadık. Qapıdan qaçmağa çalışmaq istədi. Amma maalesef üzürlü sayın qaçamadıq. Çünki oyunda acayip bir şey var. Acaba Grandpa Vasse nədir? Bir də bunu tərcümə edin. Gəlin də. Nə olar? Bundan ola bilər, ekstra itemsdən də ola bilər. Yəni bilmirəm. Neyse dostlar, videomuzun sonuna geldik. Aşağıda like atıp abone olup yanındaki bildirişleri açmayı unutmayın. Granny Revamp videosu daha tez gelsin. Sağ olun, salamat kalın.